Ona hamı əmi deyirdi. Böyük də, kiçik də. Ələkbər əmi. Böyüklərin sevimlisi olmaq rahatdır. Uşaqların ürəyinə yer tapmaqsa ürək məsələsidir. Çünki uşaqlar başı ilə, ağlı ilə yox, ürəyi ilə sevirlər. 42 yaşında hepatitə yoluxan, 5 il sonra ağrılarla can verən, lakin hələ də ürəklərdə yaşayan Ələkbər əmi adı ilə tanınan Ələkbər Hüseynovun ürək dağlayan həyatından bir neçə guşəyə nəzər salacağıq. Bu adam Ələkbər Adıgözəl oğlu Hüseynovdur. 1961-ci ildə Bakıda əslən Gəncədən olan Bakı dəmir yolunda maşinist işləyən Adıgözəl kişinin və Yaqut xanımın ailəsində evin yeganə övladı kimi dünyaya göz açıb. 1983-cü ildə Ələkbərin atasını Binəqədi şosesini keçəndə Volqa markalı avtomobil vurur. O vaxtki Abşeron Tərəvəz İnstitutunun direktorunu gəzdirən maşının sürücüsü hər gün onlara gəlib yalvar yaxar edir. 5 balaca uşağım var, indi hər şey sizdən asılıdır. Onları yetim qoymaq istəmirsinizsə şikayətçi olmayın. Ələkbər o vaxtlar əsgərlikdə imiş. Atasının başına gələni eşidəndən sonra icazə alıb evə gəlir və sürücünün yalvarışlarına ürəyi dözməyib anasına deyir: "Ay ana, yazıqdır. Hər bir adamın başına gələ bilər. Onsuz da onu tutturmaqla atam sağalan deyil." Beləliklə anasını razı salıb şikayət etməkdən çəkindirir. Atası isə yataq xəstəsinə çevrilir. 11 il yataqda qalır və 1994-cü ildə Adıgözəl kişi elə yataqda ikinci dəfə insult keçirərək dünyasını dəyişir. Ələkbər təbiətcə sakit uşaq olub. Valideynlərinin ona verdiyi pulu yığıb günlərin birində özünə nağara, qarmon, mikrofon alır. Dərnəklərə yazılır, ona daim baş rollar verirlər. İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Anası həmin günləri belə xatırlayır. İnstitutda imtahan verəndə mən də qarşıdakı bağda oturub nəticəni gözləyirdim. Mənimlə yanaşı skamyada əyləşən valideynlər dilənçilərə pul verir, dua edirdilər ki, uşaqları yaxşı qiymət alsın. Mənsə ürəyimdə Allaha yalvarırdım ki, qoy Ələkbər qəbul olmasın. İstəmirdim aktyor olsun. İstəyirdim ki, texniki elmlərə yiyələnsin, alim olsun. Bu fikirlərlə institutun qarşısında məşhur aktyorların içəri girdiyini, içəridən çıxdığını görür və onları ilk dəfə həyatda gördüyümə görə xoş təəccüb, maraq hissi keçirirdim. Rasim Balayev, Şəfiqə Məmmədova, Mikail Mirzə və başqaları. Birdən gördüm ki, Ələkbər institutdan çıxıb sevincdən əllərini havada yellədə-yellədə mənə doğru qaçır. O anda başa düşdüm ki, Allah belə məsləhət görür. Oğlum aktyor olacaq. Mənim yalvarışlarımın heç bir əhəmiyyəti yoxdur. Həyat yoldaşı Afaq xanımın anası ilə Ələkbərin anası bir yerdə işləyiblər. Ələkbərin anasının Afaqdan xoşu gəlir, qızın anası ilə qərara gəlirlər ki, gəncləri bir vasitə ilə görüşdürsünlər. Bir axşam Yaqut xala oğlunu da götürüb gələcək gəlinigilə gedir. Ələkbər ilk baxışda Afaqın xoşuna gəlmir. İkinci görüşdə onu bəyənir. Afaq xanım müsahibələrinin birində deyir: "Mən konservatoriyada oxuyurdum. Dərsdən çıxanda gördüm, o gün anamın rəfiqəsi ilə bizə gələn oğlan dayanıb məni gözləyir. Üzündə elə xoş ifadə var idi ki, sanki biz birinci dəfə, ikinci dəfə yox, ömür boyu görüşmüşük. Onun bu ovqatı 5 dəqiqədən sonra mənə də keçdi. Sən demə, evdə görüşəndə hər ikimiz sıxılmışıq. İndi isə Ələkbər sıxıntını aradan qaldırıb danışmağa başladı. Özü də nə başladı. Heç özümdən xəbərim olmadan bir də gördüm ki, qəşş eləyib gülürəm. O qədər maraqlı, məzəli, mənim üçün yeni olan söhbətlər edirdi ki, bütün varlığımla ona diqqət kəsilmişdim. Bütün şəhəri gəzdik, elə bildi 5 dəqiqə keçib. Xəbərimiz olmadı ki, artıq gün keçib axşam olub. Mən o görüşü heç vaxt, heç vədə yadından çıxarmayacağam. O görüş bizi bir-birimizə əbədi bağladı. Ələkbər Hüseynovun əsas iş yeri Dövlət Kukla Teatrında olub. O təkcə uşaq tamaşalarında deyil, ümumilikdə vazkeçilməz aktyor idi. Uroloji xəstəxanada əməliyyat keçirmişdi və qətl günü tamaşasının televiziya variantı hazırlanırdı. Onu heç kimlə əvəz eləmədilər. Əsərin müəllifi Yusif Səmədoğlu
özü imkan vermədi ki, onu kimsə əvəz eləsin. Gözləyirdilər, Ələkbər əmi azca sağalan kimi gəlib xəstəxanadan onu çəkilişə aparır, sonra yenidən gətirib yatdığı palataya qoyurdular. Hətta çəkilişlərin birində qan azlığından huşunu itirir, telestudiyaya təcili həkim çağırırlar. 2002-ci ildə Ələkbər Hüseynov Beynəlxalq Kukla Teatrları Birliyinin xətti ilə Parisdə keçirilən böyük tədbirlərdə iştirak eləməli idi. Bu tədbirə ciddi hazırlaşmışdı, amma diş ağrısı ona əziyyət verirdi. Getməzdən əvvəl diş həkimi olan dostunun yanına yollanır ki, ağrılı dişdən canını qurtarsın. Fransaya gedir, gələndən sonra ailəsini də götürüb Yesentukiyə dincəlməyə gedir. Hər şey yaxşı idi. Yaradıcılıqda da, həyatında da işləri əla gedirdi. Amma həmin ilin sonlarında səhhəti pisləşməyə başlayır. Günü-gündən rəngi saralırdı. Gözlərinin içində də sarılıq əmələ gəlirdi. Yoldaşı onu məcbur həkimə aparır. Ciddi yoxlamadan sonra məlum olur ki, onda hepatit C virusu var. Fərqli yerlərdə təkrar analizlər eyni nəticəni verir. 2004-cü ildə Moskvada məşhur xəstəxanalardan birində yenə həmin diaqnoz təsdiqlənir. Bu virus yalnız qanla keçə bilərdi. Ələkbər özü üçün müəyyən edə bilmirdi ki, bu virusa harda yoluxub. Moskvadakı həkimi diş dibindən şübhələndiyini deyir, onda Ələkbərin yadına düşür ki, 2002-ci ildə Paris səfərindən əvvəl dişini çəkdirmişdi. Artıq gec idi, qaraciyəri şişməyə başlamışdı. Ömrünün sonuna az qaldığını duyan Ələkbər işinə həmişəkindən daha ciddi yanaşmağa, bir-birinin ardınca yeni layihələrə imza atmağa başladı. Ölümünə bir neçə ay qalmış onu Kukla Teatrının baş rejissoru təyin etdilər. Ölümündən az öncə Polşada ona 1968-ci ildə təsis olunan Təbəssüm ordeni verildi. Bu, dünyada yeganə orden mükafatdır ki, onunla kimin təltif olunmasını yalnız uşaqlar müəyyən edir. Ələkbər əmi Şərqdə bu ordeni alan ilk şəxsdir. Eyni zamanda Humay və Qızıl Dərviş mükafatları laureatıdır. Oğlu Cavidan universitetə daxil olanda xəstəxanaya gəlir, qulağına yavaşca deyir ki, ata, mən instituta qəbul olundum. O da danışa bilmədiyi üçün əlini qaldırıb ura işarəsi göstərir. 2007-ci ilin iyulun 29-dan 30-una keçən gecə komaya düşür. Ayın 31-də onu xəstəxanadan evə gətirirlər. Evdə isə cəmi 3 gün yaşayır. Avqustun 2-sində dünyasını dəyişir. Pirşağı qəbristanlığında dəfn olunur.